Salam dostlar, bugün 5-ci sinif təbiət iş dəftəri 2-ci isə mövzu 38-i izah edəcəm. İnsanlar ətraf mühitə mənfi təsir göstərmi? İş vərəqi 1. Havanı çirkləndirən nədir? Səhifə 57. Gəlin birinci tapşırığa baxaq. Çərçivədə verilən ifadələrlə şəkilləri uyğunlaşdırın və sıra nöqtəsini şəkillərin altına yazın. Deməli, gəlin işləyək bunu. Mühərriklər birinci baxırıq bu şəkillərə. Buna uyğun olan mühərriklər bu şəkildə mühərrik təsvir olunub. Ona görə də bura 1 yazırıq. 1. Neft isə burada təsvir olunub. Ona görə burada 2 yazırıq. Kimyəvi maddələrin yanması 3. Burada kimyəvi maddələrin yanması təsvir olunub. Radioaktiv çöküntü. Radioaktiv çöküntü isə burada təsvir olunub. 4 yazırıq. Gübrə tozları. Gübrə tozları burada görürük ki, ağaca gübrə verilir. Ona görə bura uyğundur. 5 yazırıq. Mədən sənayesi. Mədən sənayesi burada mədənlərdən faydalı qazıntılar edirlər. Ona görə bura 6 yazırıq. 7. Vulkan püskürməsi. Vulkan püskürməsi bildiyimiz kimi elə baxdıqca da aydın görünür. 7 bura uyğundur. Qril isə 8 bura uyğundur. Elektrik şəbəkəsi 9 bura uyğundur. Çiçəklərin tozlanması. Şəklə baxırıq və görürük ki, arılar çiçəkləri tozlandırır. Ona görə bura uyğundur. 10. Fabriklər şəklə baxırıq və burada görürük, fabriklər göstərilib. Tüstü ilə qarışıq duman isə bu şəkildə təsvir olunub. 12 yazırıq. Bugünkü dərsimizdən bu qədər dostlar, hələlik.